standart açılışdır. Bir də qeyri-standart açılışlar çəkək ki, görək orada qarşılıqlı üzvlərimiz hansılardır. Məsələn, belə bir açılış çəkirəm sizlər üçün. Məsələn, 1, 2, 3, 4, 5, 6. Burada qarşılıqlı üzvlərimiz hansılardır? Hansılardır? 4. 1 ilə 4, sonra 2 ilə 5, 3 ilə nədir? 6. Bunlar qarşılıqlı üzvləri görürlər. Aydın oldu. Və yaxud da başqa bir nümunəyə baxaq. Qarşılıqlı üzvlərimiz hansılardır? 1 ilə 6. 1 ilə 6, bəli. 2 ilə 4, 3 ilə nədir yoldaşlar? 5 qarşılıqlı üzvlərdir. Və yaxud da başqa bir açılış çəkək. 1, 2, 3, 4, 5, 6. Burada qarşılıqlı üzvlərimiz hansılardır? 100. Aha. 4. Sonra 4, 6. Xeyr yoldaşlar. Bu kubun qeyri-mümkün açılışıdır. Kubun heç vaxt belə bir açılışı ola bilməz. Olmuyor da çünki. Çünki kubun maksimum yoldaşlar, belə yan yana 4 tane yan yanası ola bilər. Çünki kubun 4 tane yanı var. Necə yəni 5 tane olsun yan yana? Biri açıq, üstü açıq, ayak bölümdə bir artıq qalır. Aydın oldu, heç zaman belə bir şey ola bilməz. Və yaxud da bunun başqa bir alternatifdir. Qəbula düşmüş suallar da var. Məsələn, belə bir sual var. 1, 2, 3, 4, yanına verecek. 5, 6. Belə bir açılışda ola bilməz. Ne olsun 4 tanesi yanında var? Üstünde koşun istəməsi var. İkisi, alt tarafı örtebilecek bir şey yoktur. Aydın oldu, heç zaman ne ola bilməz yoldaşlar? Belə bir şey ola bilməz. Yəni qısacası, bu aşağıdaki bu formayla, bu forma nədir? Heç bir halda siz rast gələ bilməzsiniz.